çox keyfiyyətli komanda qarşıladı. Biz də bilirdik ki, bizə çox çətin olacaq. Çünki bizə topla möhtəşəm komandada oyuncular da biz çalışdıq ki, müdafiədə sıx oynayaq, qoymayaq ki, onlara rahat olsun. Və birinci taymda yaxşı alınırdı. Az şanslı, yenə də keyfiyyətdə, Mbappé'nin keyfiyyətinə görə çox rahat bəzən keçirdi bizi. Çalışırdıq, kontratak etdik, biraz alınmırdı. Ən böyük məncə problemimiz oldu ki, çıxa bilmədik kontrataka. Çünki onlar əks hücumlarda bizi sırazı qarşılayıb alırdılar topu çox. Yenə də vuruşduq, çalışdıq. Maksimum, bəzən maksimum məncə bu idi, bugünkü oyunda. Bugün gözəl itkilərdən artıq oldu. Ukraynada qələbə qazanıb, nə dərəcədə çətinlik yaradacaq bizə bu baxımdan? İnşallah biz bərpa eləyərik, oyuna hazırlaşarıq. Yenə də bilirik ki, yenə də Ukrayna da çox güclü rəqibdir. Çalışacaq ki, yaxşı hazırlaşaq oyuna. Ümid, oyundan öncə biraz ictimaiyyətdə, biraz azarkeşlərdə qorxu var idi, o sərf faciəsinin təkrarlanması. O futbolçular olası sizi bir baskı altına salmışsınız, ümumiyyətlə beyninizdən keçəcəksiniz həmin təhlükəni. Yox, onu düşünmürdük. Biz düşünürdük ki, necə biz oynaya bilərik, nətər bizə Ayxan müəllim bizə də çox güvənirdi. Biz də çalışırdıq onun istədiyin yerinə yetirək. Bəzən yaxşı alınırdı, bəzən alınmırdı. Əsasda biz bəzən mübarizələrdə çox, hücumda çox itirirdik. Amma yenə də bütün komandaya təşəkkür bildirmək istəyirəm. Çünki hamı vuruşdu, hamı çalışdı, maksimum əlindən gələn eləyək. Emin, Fernando Santos bugünkü oyunda olsaydı hesab necə olardı? Mən bilmirəm, Allah. Fərqli olur. Allah bilir necə ola bilərdi. Yaxşı, pis, onu da bilmirik. O bizi yaxşı tanıyır. Bizim hamının uşaqları yaxşı tanıyır. Çalışdı ki, birlik yaratsın. Bir ailə kimi olaq, daha yaxşı olaq. Məncə ilk oyunlarda onda yaxşı alınır. İndi çalışacaq ki, davam edək. Çünki yenə başqa rəqiblər də çox güclüdür.